Sabahınız xeyir olsun. Belə yaxşıdır Anar bəy. Necəsiz? Necəsiz? Xoş Eyvallah. gəlmisiniz. Çox sağ olun. Mən anons etmişdim əslində dinləyicilər üçün. Biznes strategiyası, liderlik və qlobal bədən dili üzrə ekspert Anar Heydərov qonağımızdır. Keçən dəfəki söhbətimiz çox maraqlı alınmışdı. Bəzi mövzular yarımçıq qalmışdı. İndi dünyada da fərqli proseslər gedir, fərqli hadisələr baş verir. İnsanların reaksiyası da sanki bəzi mövzularda dəyişib. Bununla bağlı danışacağıq. Mən sosial şəbəkələrdə sizin bəzi çıxışlarınıza baxdım. Son çıxışlarınızdan söhbət gedir. Belə bir fikir yadda qaldı. Səhvim varsa düzəldərsiniz. Qeydiniz var idi ki, sanki indi hamı özünü bir ekspert havasına gətirmək istəyir. Ekspert kimi təqdim etmək istəyir. Söhbət hansı formada olan ekspertlərdən gedir? Təşəkkür edirəm dəvət üçün. Çox maraqlı sualdır. Əslində istəyirsən yemək bişirən ol, istəyirsən dülgər ol, istəyirsən hansısa bir sahədə ixtisasın və yaxud peşən varsa, hər kəs həmin sahədə bir peşəkar görsənmək istəyir. Ekspert, belə deyək də, ab-ı havası ötürmək istəyir. Və sadəcə olaraq burada məqsəd nədən ibarətdir? Sən ola bilsin ki, hansısa bir sahədə çox ciddi bilgiyə sahibsən, çox ciddi bir informasiya kütlən var. Lakin sənin bədən dilin bununla sinxronlaşmırsa, sən zəif, həcmsiz, belə deyək də, özünə qapanmış, qul ab-ı havalı duruş tərzi nümayiş etdirirsənsə, bu sənin bilginlə heç vaxt belə deyək də bağdatlaşmır və demək olar ki, səni yanlış bir mövqeyə gətirib çıxarda bilir və biz bunu artıq demək olar ki, hər gün mən bununla demək olar ki, rastlaşıram və insanların məhz müraciətləri də bundan ibarət olur ki, mənim bu qədər bilgimə rəğmən, tutaq ki, mən az qazanıram, mənim bu qədər bilgimə rəğmən mənim mövqeyim bazarda zəifdir. Amma sən onun oturuş tərzindən, duruş tərzindən, özünə verdiyi, öz bədəninə verdiyi qiymətə baxdıqda görsən ki, elə verilən qiymət bəlkə də daha az ola bilərdi. Yəni insanın bir bədən dilinin dediyim kimi bir sinxronlaşması olması lazımdır. Sənin bilgin, savadın, ağlınla bədən dili sinxronlaşmırsa, sən hər zaman zəif, hər zaman belə deyək də, lazım olan yerdə, lazım olan mövqedə görsənməyəcəksən və hər zaman bir şikayət modunda olacaqsan ki, məni dəyərləndirmədilər, bu arada məni görmədilər, mən görünməz bir moda düşdüm və s. və axır. Ona görə ekspert kimi görünmək mütləq vacibdir. Sahənin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq. Mən səhvim də ola bilər. Müşahidələrimi bölüşəcəm. İndi sahənizə uyğun olaraq əgər bəzi məqamlarda nəyisə yanlış desəm düzəldərsiniz. İndi sanki heç nə bilməsən belə, amma çox danışırsansa, nə bilim, onun bunun yazdığından sitat gətirirsənsə, öz beynivi məhsulu kimi bunu təqdim edirsənsə, sanki o adamlar daha çox uğurlu olurlar maddi qazanc baxımından. Razısınız yoxsa yox? Bəli, çox əla vurğuladınız. Populizm deyirik buna demək həmişə. Amma bir məsələ var ki, insanlar artıq biz elə bir dövrdə yaşayırıq ki, insanlar ayırd edə bilirlər artıq bunu və populizmdən real ekspertliyi artıq mən deyərdim ki, ayıra bilirlər. Misal üçün mən bədən dili üzrə ekspertəm. Həmçinin demək olar ki, biznes strategiyası və liderlik üzrə silsilə təlimlər verməkdəyik. Biz baxırıq ki, məsələn, mən bu günləri çıxıb efirdə desəm ki, mən sizə 2 saata yalanın sirrini öyrədəcəm. Yalanın detekt olunmasını öyrədəcəm. Sizə əmin edim ki, yəni 2 Tofiq Bəhramov stadionu boyda insan kütləsi yığaram və bir günə çox belə deyək də çox ciddi bir məbləğ əldə etmiş ola bilərəm. Amma çox təəssüf ki, mən bunu deyə bilmərəm, çünki bu populist bir çıxış olardı. Çünki yalanı müəyyənləşdirmək mümkün deyil. Və mən bunu edərəmsə, artıq mənim ekspertlik mövqeyim demək olar ki, bir kölgə altına alınmış olacaq. Bu səbəbdən, bəli, cahil cəsarəti deyirlər ona. Cahil cəsarəti olan, populizm olan, arxasında heç bir məsuliyyət daşımayan insanlar çox rahat tez istərlər sürürlər, çox rahat danışırlar və nəticə etibarilə demək olar ki, bəzi kütlələr tərəfindən sevilirlər və o kütlələr demək olar ki, məhəllə xarakteri daşıyır, müvəqqəti xarakteri daşıyır. Yəni bu bir akademiklik arxasında yoxdursa bitəcək. Hətta bu yaxınlarda bir podkast kanalında danışmışdıq bunu ki, var zəmanət verən həkimlər var, hansı zəmanət verməyən həkimlər var. Əlbəttə ki, peşəkar olan həkimlər heç vaxt zəmanət verməyəcək sənə, çünki mümkün versiyalar çox olduğuna görə sənə heç vaxt deyə bilməz ki, mən bu xəstəliyi müalicə edə bilərəm. Amma həkimlər olur deyir ki, mən sənə zəmanət verirəm ki, mən bu xəstəliyi müalicə edəcəm. Bu artıq populizm və ekspertlik deyil. Ona görə populizmi artıq mən düşünürəm ki, bizim millət, bizim insanlarımız artıq
onu bir-birindən ayıra bilirlər. Onların qiymətləri artıq price listləri də bəllidir, bəli. Və artıq demək olar ki, o su ilə südü fərq edə bilirlər insanlar. Amma onların sayı azalmır. Məsələn, populist insanların sayı əksinə artan xətt üzrə inkişaf edir. Məsələn, indi təbii ki, ad çəkmək doğru deyil, amma sosial şəbəkələrdə hansısa bir həssas mövzunu götürüb müzakirə eləmək, insanların bu zəif nöqtəsi, məsələn, hər hansısa bir müğənninin geyim forması ilə bağlı ola bilər bu, ailə mövzusu ilə bağlı ola bilər bu. İndi hamı həyatı boyu müəyyən məsələləri yaşayır, müəyyən problemləri, xoşbəxt anları yaşayır və sən onun ucundan tutub ucuzluğa doğru gedərək o hype dillərdə onu toplayırsan və kütlən böyüyür və baxırsan ki, sən daha ağıllısan əslində, sən daha savadlısan, sən bu mövzuda daha yaxşı, peşəkar mövqe bildirə bilərsən. Amma ağzına gələni danışan adam bir anda milyonlarla insana videosunu izlədə bilir və çox yaxşı da qazanc əldə edir və bu proses bu cürdə davam edir. Hələ də yəni biz bunların baş verdiyinin şahidiyik. Madam ki, populizm yaxşı şey deyil, niyə bu insanlar bilməm, bəlkə də dırnaqarası uğurlu deyə bilərik. Uğurlu ola bilirlər. Məncə düşünürəm ki, hər kəsin bir kütləsi var. İstənilən musiqinin bəlli bir kütləsi var və hər kəsin bir müştəri auditoriyası olduğu kimi, hər sahənin öz auditoriyası olduğu kimi, onun həmişə öz auditoriyası olacaq. İndi bu ola bilsin ki, sizə mənə fantastik bayağı gələn bir musiqi, həmin o musiqiçi tutaq ki, böyük bir stadionda konsert verir və orada anşlaqla qarşılanır. Və yaxud hansısa bir digər sahə olsun da, nə bilim, X bir həkim olur, baxırsınız ki, populist çıxışlar edir, növbələr, arxasında növbələr var, amma nəticə etibarilə ortaya bir şey çıxartmır. Yəni, populizm həmişə olub, tarix boyunca olub həmişə populizm, amma mən düşünürəm, yenə təkrar edəcəm, mən düşünürəm ki, insanlar artıq ekspertliklə populizmi ayıra bilirlər. Yadımda deyil, mən 1 il yoxsa 2 il bundan öncə bir verilişə dəvət olunmuşdum. Mənə sual verdilər ki, bəs biz sizə 2 müğənninin adını desək, siz onların bədən dilini analiz edə bilərsiniz. Dedim, yox, edə bilmərəm. Bu, bilsin necədir? Bu artıq sanki sənin belə həkimlik dərəcəni, belə də ekspertlik dərəcəni biraz məhəlli xarakterə daşıyırlar. Dedim, bu belə işləmir, bu belə olmur. Ona görə məni üzürlü hesab edin, mən belə edərəmsə düşünürəm ki, cəmaət izləyəcək, kütlə artacaq, amma bizə normal, belə deyək də, keyfiyyətli bir kütlə lazımdır. Ona görə bizim də xitab etdiyimiz kütlə ondan ibarətdir. Amma belə bir məsələ var da, bəzən yüksək keyfiyyətdə olmayan kütlədən narazılıq eləyirik və əlində imkanı olan, savadı çatan, bilikli, dünya görüşlü insanlar axı müəyyən mənada o kütləni dəyişmək üçün də nələrsə etməlidirlər. Sizə adicə bir misal çəkim. Məsələn, son dövrlər televiziya ilə bağlı müəyyən məsələlər müzakirə olundu. Fikir verirsən ki, adam götürür sosial şəbəkələrdə yazır ki, biz televiziyanı açırıq, normal bir maarifləndirici proqram görmürük. Biz özümüz işin içindəyik deyə özümə aid edirəm bunu. Mən bilirəm ki, müxtəlif televiziyalarda, radiolarda çox yaxşı layihələr etməyə can atan və bunu edən adamlar var. Hətta bizim o maarifçilik dediyimiz istiqamətlərdə xarici televiziyalardan, productionlarla gedirlər, nə qədər ödəniş edirlər, müqavilə bağlayırlar. O layihələri gətirirlər Azərbaycana, dublyaj edirlər, efirdə yayımlayırlar və nəticədə televiziyaların reytinqi gəlir. Baxırsan ki, sənin oxuduğun statuslar ki, yoxdur, biz maarifçiliklə bağlı heç nə görmürük. Həmin verilişin, həmin proqramın reytinqi, mən bu rəqəmi belə şərti deyirəm, nisbi olaraq səsləndirəm. Məsələn, 0,5-dir, amma həmin vaxt paralel bizim bayağı hesab etdiyimiz və heç nə öyrənmədiyimizi iddia etdiyimiz verilişin reytinqi, bu rəqəmləri nisbi deyirəm, 10-dur, 15-dir. Çox böyük bir kütlə həmin verilişlərə baxır və buradan da narazılıq eləyir ki, maarifləndirici verilişlər, filmlər, proyektlər yoxdur. Bax, belə bir müqayisəni sizə təqdim etdim və cəmiyyətlərdə artıq səmimiyyətsizlik də formalaşıb. Tam razıyam. Amma dediyim kimi, bu mənim sahəm, özünüz də bildiyiniz kimi, Azərbaycan üçün çox da belə deyək,
dərin və çox işlənmiş bir mövzu olmadığına görə, hətta mən bu şirkətimi yaratdığım vaxtlarda bəlli bir qulağımın kənarında səslər oynayırdı ki, niyə edirsən, bu biraz dar sahədir, insanlar buna necə maraq göstərəcək, insanlar bunu bəyənəcəkmi, insanlar buna pul ödəyəcəkmi? Bu mənim üçün bir, necə deyim də, challenge deyirlər ruslar, mənim üçün bir çağırış idi. Və gördüm ki, yox, sizin dediyiniz məzmuna qayıtmaq istəyirəm. Bəli, həmin populizm istəklər, belə şey olmur, nə bilim, maarifləndirici verilişlər olmur. Mən heç bir zaman o çağırışlara, o fikirlərə o qədər də isti baxmamışam. Yəni, işimi görmüşəm və nəticə əldə etmişəm və düşünürəm ki, çöldən olan sadəcə populist çağırışlar ki, maarifləndirici verilişlər yoxdur. Yəni, istəyən tapa bilər verilişləri, tapar da, baxar da və bir verilişdən də 40 dəqiqə, 50 dəqiqəlik bir maarifləndirici verilişdən sən tamamilə maariflənə bilməyəcəksən. Sən oradan bəlli bir simptomlar alacaqsan və davam etdirəcəksən. Ona görə bu mövzular mənə heç vaxt isti gəlməyib və onları bir özüm üçün də heç vaxt bir orientir götürməmişəm. Aydındır. Keçək sırf bədən dili məsələsinə. Məsələn, liderlərin bədən dili. Lider deyəndə mən sırf siyasətçiləri nəzərdə tutmuram. Burada şirkət rəhbərləri, kiçik, orta, böyük sahibkarlıqda fəaliyyət göstərən direktorların, idarə edənlərin bədən dilini istərdim biraz danışaq. Müxtəlif lider bədən dili formalarını biz müşahidə edirik. Əslində bəlli bir formul varmı ki, lider belə olmalıdır və belə davranmalıdır və bunu kim təyin edir? Belə bir klişe yoxdur, çox düzgün vurğuladınız. Yəni belə bir konkret bir klişe yoxdur. Vahid məzmunlar var ki, yəni qamətin şok dayanması lazımdır. Bəli, çiyini bəyalarda siz öncə efirlərə qeyd ediniz, çiyinlərin arxaya durulmasıdır. Yəni o tısbağa effekti qınına sıxılmaq deyil də, hər zaman açıq posturda olmaq lazımdır. Bunlar belə deyək, mövzunun əlifbasıdır. Əlbəttə ki, siz bir adamı bəlli bir qəlbin içinə salıb belə yaşayacaqsan deyə bilmərsən. Siz ona bəlli bir kinotlar, yəni ipucuları verəcəksiniz kimsə. Bunları edərsənsə, deyil, bunları həyatına inteqrasiya edərsənsə. Yəni bu belə bir olmalı deyil ki, ancaq iclasa girəndə belə dur, evə gedəndə və ya dostlarından oturanda əyil. Yəni bu belə işləmir. Bu sənin gündəlik həyat rasionuna daxil olması lazımdır. Yəni adətən belə bir sual verirlər ki, yaxşı, mən bu günlər belə durdum, mən hər gün artistlik eləyəcəm, belə deyəm baxa, yəni özüm bir rola girməliyəmmi? Əlbəttə bu belə işləmir. Siz bilirsiniz ki, inkubasiya müddəti deyilən bir şey vardı, 21 gün inkubasiya. Siz bir şeyi bir neçə dəfə təkrar edərsinizsə, bu sizin həyat rutininizə çevriləcək və həyat rutininizə çevrildiyi anda siz artıq elə yaşayacaqsınız. Yəni bugünə kimi siz içəri girəndə, insanla salamlaşanda bir 30-40 dərəcə aşağı əyilib salamlaşırdınızsa, sizə öyrədilir ki, dik dur salamlaş və salamlaşanda nə bilim, bəzi ölkə prezidentləri kimi özünə tərəf dartma, nə bilim də onunla belə bayağı formada onunla əl hərəkətləri etmə kimi mövzular sizə deyilir və siz bunu həyat tərzinizə çevirirsiniz. Qırılma və vacib məzmun bundan ibarətdir ki, bu bir klişe xarakteri olmalı deyil. Biz misal üçün saysız liderlərlə çalışırıq da indi hazırda və onlara bununla bağlı, onlar nə üçün bunu qəbul edirlər? Çünki biz onlara o televizor alanda içində manual olur ki, biz belə bir şey vermirik. Biz onlara tövsiyələrdə bulunuruq ki, bunu edərsənsə daha fərqli, daha gümrah, rəvan, daha rəngli görsənəcəksən və dediyin sözlərinin kəsəri artacaq. Məsələ bundan ibarətdir. Yəni bir lider gəlir, iclasa girir, oturur öz qınına girərək, üz gözündə turşunmuş ifadələr, qaşları çaparaq deyir ki, biz irəli getməliyik. Misal üçün də, yəni baxırsan ki, kim inanar? Kim inanar və əmin olun ki, bu bir təzad olur və insanlar da dünya ümumiyyətlə bədən dili güc strukturlarından gəldiyinə görə belə bir yanaşma var da, sözlərlə bədən dili arasında ziddiyyət təşkil olunarsa, insanlar bədən dilinə daha çox önəm verirlər. Hörmətli dinləyicilər, radionun səsini biraz da artırın. Çünki sadə işçilərin davranışından da burada söhbət açacağıq. Bəzi bir çox şirkətlərdə, məsələn, müdirin sanki ərk elədiyi adamlar olur. Nəsə ərk, mən bu dırnaq içində deyirəm. Dırnaq içində deyirəm. O mənada ki, nəsə artıq işləmək lazımdırsa, əlavə iş görmək lazımdırsa, onun üçün konkret 4-5 adam var. Həmişə onların adını çəkirlər.
bu işi gör deyirlər. Sanki başını sığallayaraq sən bunu daha yaxşı bacarırsan anlamında onlara dırnaq içində ərk elədiklərini vurğulayırlar. Elə əməkdaşlar var ki, onlar həmişə toxunulmazlar. Yəni 8 saat deyil, adamlar gəlir 8 saatın tamamında işi tərk edir. Sanki o can yandırmaq məsələsi yoxdur. Sözümün canı, işçilərin davranışı necə olmalıdır ki, onlar əlavə təzyiqə məruz qalmasınlar, əlavə işlərə məruz qalmasınlar və o el arasında belə bir söz var. 5 manat çörəkdən ötürü, çörək pulu qazanmaqdan ötürü bəzi şeylərə boyun əysinlər. Bu işçilərlə bağlı necə təsnif edilə bilər? Demək istəyirsiniz ki, boyun əyməsinlər, yəqin ki. Hə, elədir. Boyun əyməsinlər. Hə, əlbəttə ki, əlbəttə ki. Okay, deməli, bunu biz təlimlərdə davamlı olaraq qeyd edirik. Hətta demək olar ki, bunu göstəririk. İndi kamerada da biz də çəkirik. Yəni ki, biz bunu nümayiş etdirəndə insanlar bunu görmüş olacaqlar. Əgər bir əməkdaş müdiriyyətini gördüyü təqdirdə hər zaman aşırı, yəni norma üzərində gülüş təqdim edərək, salam Samir müəllim, buyurun keçin içəri tərzində və əyilərək, sadəcə bunu bir sadəlik, bunu bir hörmət klişesinə salıb təqdim edirsə, əlbəttə ki, stolun üstə çay gətirmək lazım olur, sən gətirəcəksən bu çayı və yaxud nə bilim ekstra qara işlər, nə bilim də bir anormal şeylər var ki, onları sən eləyəcəksən və sən hər zaman özünü qınayacaqsan ki, niyə mənə buyurulur bu? Amma deyə bilməyəcəksən bunu. Və deyə bunu. bilməyəcək. Çünki sən özünü hansı formada təqdim edirsənsə, sənə eyni formada qiymət verilir. Bu müdirin pis olması demək deyil, sənin pis olmandır. Yəni sən bugün özünü elə bir klişeyə salıb təqdim edirsənsə, sənə eyni qiyməti verəcəklər. Yəni sanki sən özünə 2 qiyməti verirsənsə, sənə də 2 qiyməti verəcəklər. Yəni sən özünü biz burada təkəbbürdən, yekəxanalıqdan, özündən razılıqdan danışmırıq. Sadəcə olaraq adekvat, normal bir eko biznes sistemində sənin öz davranışın normal, müdiriyyətlə çox belə protokol gülüşü ilə danışaraq, normal əl gestikulyasiyalarından, əyilərək, büzülərək, sanki bir qul abı havasına düşüb danışarsansa, sənə hər zaman buyurulacaq və sən hər zaman buyruğu yerinə yetirəcəksən. Aydındır. Biz söhbətimizə davam edəcəyik. Qonağımız liderlik və qlobal bədən dili üzrə ekspert Anar Heydərovdur və onunla söhbətimiz saat 10-a qədər davam edəcək. Yeri gəlmişkən pulsuz məsləhətlər və ya pulsuz təlim kimi də bunu adlandıra bilərik. Sualınız varsa bizə 055 455 1077-yə yazıb göndərə bilərsiniz. Avto FM-də Şəhər Adamı davam edir. Bugün qonağımız bir daha deyim, deməli biznes strategiyası, liderliyi və qlobal bədən dili üzrə ekspert Anar Heydərovdur. Anar bəy, bir daha salam, xoş gəlmisiniz. Dünyada nələr müşahidə olunur hazırda? İnsanlarda təkcə Azərbaycanlılardan söhbət getmir. Elə dünyanın fərqli materiklərində, qitələrində yaşayan insanlar sanki belə bir təəssürat yaranıb ki, sənin gücün varsa, nə bilim, sənin pulun varsa, sənin zəhmin varsa, bütün mövzularda haqlısan. Bunu da elə belə qəbul etməyiblər. Bu fikir, bu düşüncə dünyada baş verən siyasi, iqtisadi və digər proseslərin nəticəsində formalaşan bir fikirdir. Amma çox təhlükəli bir tendensiyadır deyə bilərik və müəyyən müddətdə özbaşınalıqlar falan yarada bilər fərqli cəmiyyətlərdə. Bunun qarşısını almaq üçün biz siyasətçi olmayan, iqtisadçı olmayan sadə vətəndaşlar, insanlar nə etməliyik, nələri götür-qoy etməkdə fayda var. Əslində çox əla bir məqam vurğuladınız. Güc arxasıca rasionallıq və kübarlıq gətirmirsə, əlbəttə ki, bu artıq bir etik normalar aşan bir mövzu ola bilər. Hər zaman mən təlimlərdə belə bir ifadə işlədirəm. Deyirəm ki, sizcə mən Mike Tyson'dan ringə çıxsam, Mike Tyson məni vurar. Deyirlər ki, yox, vurmaz. Deyirəm, bəs yaxşı, mən ona 1-2 zərbə endirsəm məni vurar. Deyirlər ki, yox. Çünki gücünün çox olması bu sənə imkan vermir ki, sənə hər zərbə atan, sənə hər nə bilim də bir həmlə edən insana sən demək olar ki, bir onunla vuruşmalısan. Müqavimət göstərməz. Müqavimət göstərməz. Ona görə düşünürəm ki, güc lazımlıdır, mütləqdir, ona çatılması lazımdır, inkişaf
inkişaf zaten güc gətirir sənə, amma bunun arxasında rasionallıq yox, emosionallıq durursa, bu güc hər zaman bir kör təbii səpələnmiş hala gətirib çıxardılacaq və ona görə güc dalıca hər zaman bir ciddi bir rasionallıq gətirmək lazımdır. Yəni konteksti belə sizə cavab vermiş olardım. Çünki mən çox adamlar, cəmiyyətlər tanıyıram ki, güc var, amma rasionallıq olmadığına görə bir emosional püskürmələr ortaya çıxır və nəticə etibarilə xaos əmələ gəlir. Ona görə güc mütləq şəkildə arxasıca bir rasionallıq, düşüncə, təfəkkür gətirməsi lazımdır. Gücü necə paylaşdırmalısan? Gücü necə bölməlisən? Tutaq ki, gücün var. Ağlın var, yaxşı savadın var, pulun var, hər şeyi yaxşı bilirsən. Bəzi ifadələr var, onları səsləndirməsən olmur, amma çalışacağam o kobud ifadələrdən istifadə etməyim. Gücüm varsa hər şeyə qadirəm, hər şey eləyə bilərəm, istənilən insanı əzə bilərəm düşüncəsində olmamaq üçün sən o gücünü necə bölməlisən? Dediyim kimi də gücün arxasında sizin dediyiniz o xaos var. O adətən gücün arxasında emosionallıq olanda əmələ gəlir. Yəni insan və yaxud cəmiyyət rasionallığı kənara qoyub emosionallığı onun arxasıca gətirdiyinə görə insan başlayır necə deyim də at oynatmağa, nə bilim də ağzına gələni danışmağa, bivec rəftarlar etməyə, anormal hərəkətlər etməyə başlayır. Bu fərdə də aiddir, cəmiyyətə də aiddir sözsüz ki. Ona görə arxasıca nəyə görə dünyada beynəlxalq hüquq, beynəlxalq münasibətlər adlı fakültələr var da. Yəni bu elə belə fakültələr deyil də. Bunlar normativlər üzərində, protokollar üzərində formalaşır. Yəni ki, sənin çox super gücün varsa, bu super güc heç bir zaman sənə böyük və əsassız addımlar gətirib çıxarmalı deyil. Məsəl üçün, mən bu yaxınlarda Liberman qardaşlarına qulaq asıram, AI üzərində ixtisaslaşmış insanlardır. Deyir ki, biz düşünürük ki, əgər AI elə bir səviyyəyə gəlib çatacaq ki, robotlar bizi idarə eləyəcək və mən robotlardan qorxuram, amma o robotlar bizimlə, biz onlarla əməkdaşlıq etməliyik. Yəni bu bir iki ayrı-ayrı qütblər deyil ki, mən onunla mübarizə aparım. Bu əməkdaşlıq müstəvisində olduğu təqdirdə bu daha sağlam bir görüntü əmələ gətirir. Ona görə dediyim kimi güc rasionallığın bazasında formalaşmırsa, hər zaman sizin qeyd etdiyiniz kimi böyük hərəkətlər, anormal hərəkətlər, əsassız hərəkətlər gətirəcək və biz bunu bəzi cəmiyyətlərdə də görməkdəyik. Mən istəyərdim sizin sahəniz üzrə bəzi detalları dəqiqləşdirək. Çünki müəyyən iri şirkətlərə, adlı sanlı şirkətlərə təlim verirsiniz, bildiyim qədər və tələbat əslində artmalı. Çünki adı çəkilməyən şirkətlər, reklam xarakterlidir, ona görə çəkmirəm, effekt əldə etdiyini vurğulayırlar. Nəticədə Anar bəyin təlimlərinə ehtiyac artır. Bazarda bədən dili ilə bağlı bir xeyli mütəxəssislər var və o mütəxəssislərin sayı qədər bir xeyli kitab var. Bəzi kitablar Azərbaycanlılar yazırlar bədən dili istiqamətində, bəziləri xarici müəlliflərin kitabları da Azərbaycan dilinə tərcümə olunur. Bu baxımdan bədən dili üzrə mütəxəssislər Azərbaycanda harda yetişir? Çox sağ olun suala görə. Rəqibləriniz kimlərdir və ya özünü sizin rəqibiniz hesab edənlər kimdir? Suala belə konstruktiv cavab verim sizə. Yəni rəqib dedikdə mən rəqib yox, bu sahədə olan təlimçilər, bu sahədə olan mütəxəssislər, bu sahədə olan ekspertlər haqqında belə bir ümumiləşdirib belə bir şey deyərdim ki, tanıdığım, bildiklərimin bir çoxu demək olar ki, bizi aktiv olaraq izləyir və bəlli mənalarda tövsiyələrimizi istəyərək biz onlara bəlli bir tövsiyələr də veririk, istiqamətlər də veririk. Bu bir əlbəttə ki, şükür ki, bu bir təkəbbürlük deyil. Biz hər zaman yeni başlayan və yaxud yeni yox, çoxdan başlayan, amma bəlli bir tövsiyələri istəyən insanlara hər zaman, hətta bəzi məqamlarda belə deyək də, təmənnasız dəstək olmağa hazırıq. Rəqib deməzdim, mənim bildiyim qədərində Azərbaycanda akademik təhsili olan, mənim bilirsiniz ki, həm Moskvada təhsilim var, kinetik intellekt üzrə Valentin Şişkin məktəbini bitirmişəm və bitirməkdən ziyadə həmin məktəbin Azərbaycanda səfiriyəm, yəni ambasadoruyam və bir il müddətində John Navarro Body Language Academy adlı bir akademiyanı bitirmişəm və hazırda da Amerikada Chase U'sun NCI Universiteti adlı bir bölməni oxuyuram, Neurocognitive Intelligence adlı bir modul oxuyuram. Onun
çalışmışam və adlarını çəkdiyim insanlar hər biri 20 il, 25 il üzərində FBI-də çalışmış insanlardır və bu adamlar bədən dilini və yəni qeyri-verbal kommunikasiyanın belə deyərdim də əsasında qoymuş insanlardır. Chris Voss'dur, Chase Hughes'dur, John Navarro'dur və bunlar Dennis Morris'dir. Yəni bunlar hər biri kifayət qədər altyapılı insanlardılar. Bilmirəm Azərbaycanda bu sahədə mənim adlarını çəkdiyim akademiyalarda, belə deyək də məktəblərdə təhsil olanlar qulağıma dəyməyib, eşitməmişəm. Bəlkə də hardasa var, amma kifayət qədər PR, yəni etməyiblər bunu. Amma bildiyim qədərində yoxdur. Ona görə mən çalışıram bu mövzuda akademiklik prinsiplərimi qoruyam. Çünki mənim John Navarro Akademiyasında aldığım diplom Amerika Psixologiya Assosiasiyasının nəzdində verilib. Yəni bu sadəcə sən bədən dili üzrə ekspert deyilsən, bu bəlli bir ilkin psixoloji əsaslara əsaslanan bir ekspertlikdir bu. Yəni sadəcə filan kəs əlini belə qaldırdı, əlini burnuna vurdu, 2 dəfə ayağına toxundu, sağa baxdı ilə deyil. Bunun bir kontekstli araşdırması var və bu araşdırmalar sadəcə X adamların bilgisinə əsaslanmır və bu bilgilər, yəni bildiyiniz təcrübələr əsasında formalaşır. Məsəl üçün, Massachusetts Institute of Technique var, Behavioral Lab'dır bu, Amerikadadır. Bunlar hər həftə bəlli bir davranış analizlərini edirlər və bunu dərc edirlər. Və dərc etdikdə biz bunları oxuyuruq və bunlardan bəlli bir nəticələr çıxardırıq. Yəni bu, dediyim kimi, mənim, məsəl üçün, mən həmişə bunu bu təlimlərdə deyirəm ki, mənim anama sual versən ki, ürəyim ağrıyır, nə dərman içim? Deyəcək ki, get dolaba aç, 2 dənə valeriyanka iç, yat. Amma bir həkimə sual versəm ki, mənim ürəyim ağrıyır, o bizə nə cavab verər? Müayinə olun. Müayinə olun. Çünki mənim anamın və ya bir çox analların ekspertlik məsuliyyəti yoxdur. Yəni bu çox rahatdır da, demək ki, get filan şey et. Və yaxud biri deyir ki, X bir adamın bədən dili nədən danışır? Deyirik ki, biz bunu analiz etməliyik də. Deyir ki, sən ekspert deyilsən, bax gör nə deyir də. Deyirəm, bu belə işləmir də. Yəni bu, bəli, pafos yaratmaq üçün, sizin öncə başlayanda da populist çıxışlar üçün, wow effekt üçün, vibe yaratmaq üçün elə cavablar verərsən ki, yəni burada radionun qabağında belə deyək, növbələr yanar ki, səninlə bir 15 dəqiqə söhbət eləyək. Amma bu belə işləmir. Yəni sən akademik bilgiyə əsaslanmış bir ekspertliyə yola çıxmısansa, sən mütləq şəkildə və böyük şirkətlərlə bu arada çalışırsansa, sənin belə məhəlli xarakterli, kiçik belə həcmsiz və belə deyək də bulvarlı deyək də, bulvarlı mövzulara müraciət etməyin yəni doğru deyil. Bayaq dediniz ki, anatomiya oxuyuram, biologiya var idi siyahıda. Biologiya, anatomiya. Siz onsuz da hələ ki ölkə hüdudlarına çıxmırsınız, ölkə daxilində fəaliyyət göstərirsiniz. Artıq çıxırsınız. Ümumiyyətlə, bu anatomiya, biologiya sizin sahə üzrə nəyinizə lazımdır? Çünki siz məsələn, bu yaxınlarda 2026-cı ildə bir məqalə dərc olundu ki, artıq üz cizgiləri təkcə belə deyək də emosional bazalara söykənmir və kontekstual xarakteri daşıyır. Yəni kontekst xarakteri daşıyır. Çünki üz cizgisində olan bir mimika əsəb göstəricisi də ola bilər, sevinç göstəricisi də ola bilər. Yəni bu yeni bir belə deyək də ixtiradır artıq. Yəni 2026-cı ilin 17 yanvarı dərc olunmuş bir məqalədir. Və sən bu beyin neyronlarını bilmədiyin təqdirdə, məsəl üçün FFA deyilən bir sistem var, beyində neyron platformasıdır və temporal beyin hissəsində yerləşir. Bu insanın məsələn, siz bir insanın üzünə baxdıqda anında sizdə refleks oyanır ki, bu kimdir? Bax, o həmin neyron onu belə qıcıqlandıraraq sizə məlumat ötürür. Və bu neokorteksdə yerləşir. Yəni heç biri adını çəkdiyim, yəni limbik və ya sürüngen beyində yerləşmir də. Və sən bunları bilmədiyin təqdirdə və yaxud üz cizgilərində olan əzələ bükülmələri olsun, əzələlərin titreşimləri olsun, sən bunları bilmədiyin təqdirdə sən sadəcə olaraq belə deyək də o 3-4 dənə qadının bulvarda oturub simişka çıtlayaraq söhbət etməsini gətirib çıxardacaq və yaxud bir seriallardan danışıb onları analiz edəcəksən. Bu yerə gəlib çatacaq. Ona görə mənim biraz iddialarım böyükdür. İnşallah mən bu ilin oktyabr ayında Floridaya gedəcəyik. Orada John Navarro'nun belə deyək də bir neçə günlük belə deyək də dərin dalma deyək, deep dive deyirlər, dərin dalmasına səbəb olacaq. Harasa bir 15 nəfər olacaq orada. Və biz John Navarro'nun 4 kontinentdə 4 nümayəndəsi olaraq da çalışacağıq. 4-5 nəfər olacaq böyük ehtimal orada. Yəni mövzuya dərin gedirsənsə, yəni siz məsəl üçün heç vaxt John Navarro'nun, Chase Hughes'un, Chris Voss'un belə
məhəlli danışıqlarını heç vaxt görə bilmərsiniz. Ona görə də həm onların qiymətləri yüksəkdir, həmçinin onlar belə deyək də bazarda Daha samballıdırlar. ağırdılar, tamamilə doğrudur və insanlar birinci müraciətdə onlara müraciət edir. Məsələn, mənim Canavar Akademiyasında oxuduğum müddətdə mənim mentorum Danimarkadan idi, Nadia. Hər zaman o məndə bir cahil cəsarəti var idi təzə başlayanda. Deyirdim ki, mən kafeyə gedəcəm, baxacağam, filan kəs əlini belə elədi, nə filan şey belə elədi və bu mənaya gəlib çıxacaq. Mən dedim ki, nə olar? Bu belə işləmir də. Yəni bu sənin bildiklərin deyil, bu belə olmur. Sənin kontekst içində baxman lazımdır. Sən insan o qədər mükəmməl dizayna sahibdir ki, sən bir anar durub filan kəs Rəhmana baxıb deyə bilməzdi, çiynini belə elədi, bu mənaya gətirib çıxartdı. Yəni bu bəsit olar. Yəni siz o qədər mükəmməl bir yaradılışsınız ki, və bir anar sizin bir çiyninizin belə tərpətməsinə sizin haqqınızda bir iddia sürə bilməz. Bu hərəkətlər külliyyatı olmalıdır və kontekstin içində baxılması lazımdır. Bir insanın davranışlarının hansı səbəbdən ortaya çıxdığını demək üçün, təhlil etmək üçün təxminən neçə dəqiqə vaxt lazımdır bir mütəxəssisə? Əla sualdır, çox əla sualdır. Yəni bu arada verdiyi sualların hamısı belə peşəkar suallar olduğuna görə mən zövq alıram bu suallardan. Mən adətən 15-20 dəqiqə üzərindən sonra hansısa qənaətlərə gəlmirəm, amma qənaətlərə gəlməyə başlayıram. Çünki bu insanın, məsəl üçün bir hərəkət var, deyir ki, ətini didmə. Eşitmisiniz də, yəni insan ətini didir belə də, didir. Məsəl üçün görmüşəm hətta. Bir səhnə var idi, biz təhsil alanda, bir adam sorğu-sual edirlər, bizim dərs vəsaitimiz idi. Adam belə ətini didir və danışır. Və sualların cavabında var ki, bu bədən dili nə ifadə edir? Mən yazdım ki, anında gərginlik. Anlıq gərginlik. Anında yazdım cavabındakı gərginlik. Gərginlik. Cavabların bir içində var ki, xəstəliyi var. Mən o xəstəliyi mövzunu kənara atdım da. Amma bir 7-8 dəqiqəlik videodur. Amma davamlı olaraq mən biraz daha müşahidəm güclü olsaydı həmin dövrlərdə, mən o səhvlərimi danışmaqdan zövq alıram. Çünki səhvlər bizi demək olar ki, inkişaf etdirir. Sən demə insanda trikotolamaniya xəstəliyi var idi. Ətini didmə xəstəliyi. Yəni sən bir adamın universal bədən dilini bilmədən və buna bir 15 dəqiqə vaxt lazım olur da, sən onun haqqında mülahizə sürə bilmərsən. Onda gərək sağlamlığı haqqında da məlumatın olsun. Ən azından sən görsən ki, bu sənə normal danışır, amma ətini didir. Bu və görsən ki, digər gərginlik bədən dili nümayiş etdirmir də, sadəcə ətini didir. Yəni bu demək ki, ehtimal verə bilərsən ki, bu gərgindir və ya bir Hindistanlı ilə danışırsan, davamlı olaraq başını sağa sola eləyir. Sən deyə bilmərsən də, bu adam mənə yox cavabı verir. Bu adamın tipik olaraq bədən dilində Hindistanlarda başın belə-belə edilməsi normal haldır. Sən bunu anında yox cavabı kimi qeyd edə bilmərsən. Yəni öz nəfsinə, belə deyək, emosiyalarına belə deyək də güvənib rahatlıqla bir Rəhman, bir anar haqqında sən bədən dili haqqında mülahizə sürə bilmərsən. Bu cahil cəsarəti deyirlər buna və bunu rahat-rahat edirlər adətən. Düşünürəm ki, bu doğru deyil. Çünki heç bir həkim, heç bir özünə ekspert deyən bir insan belə məhəlli xarakterdə yanaşmır istənilən peşədə. Yəni istənilən peşədə. Ona görə dişim ağrır deyərsənsə, heç bir normal həkim sənə deməz də, yəni get filan dərman. Düzə bir rentgen eləyək, baxaq, görək nə var, nə yox. Və ondan sonra bu işləməyə başlayacaq. Bəzən adam yalan danışır və özünü hazırlayırsan. Bilirsən axı yalan danışacaqsan bu mövzuda. Özün yalan danışırsan. Özün yalan danışırsan, hazırlıqlı yersən. Anarın yanına, amma bu faktları deyəcəm yalandan, amma inandırmalıyam bunu. Elə məqam ola bilərmi ki, sən özünü hazırlayırsan hər cəhətdən ki, vəssalam mən bunu reallaşdıracağam və gəlsən bu yalanı danışırsan. Ehtimal varmı ki, insan burada %100 qalib gəlsin, yəni bunu bacarsın və bədən dili ilə özünə ələ verməsin? Tamamilə doğrudur, mümkündür. Mümkündür. Bəli. O adamlar necə təyin eləmək? Mümkün deyil. Onu məsələ bundan gedir ki, John Navarro'nun məşhur bir ifadəsi var ki, bədən dili ilə mütləq yalanı müəyyənləşdirmək mümkün deyil. Siz sadəcə 70%-ə qədər yalanın olma ehtimalını üzə çıxardırsınız. Buna bir misal deyəcəm. Bu yaxınlarda bizim Epstein'in bədən dili ilə bağlı bir videomuz çıxacaq. Bunu təlimlərdə deyirəm, amma belə camiyə üçün də biz bunu nümayiş etdirəcəyik. Məsələn, hətta düşünürəm ki, gələcəkdə Epstein'in bədən dili dərsliklərinə salınacaq bir vəsaiti. Çünki orada tamamilə özünü ələ vermiş olur və görünür, yəni görünəcək qədərində özünü ələ verir. Halbuki çox ciddi bir necə deyim də adam
duha olub da mənə görə, amma pis adam olub da sözsüz ki. Aha. Yalanı müəyyənləşdirmək bəlli bir faizə qədər mümkündür. Amma çox peşəkar yalançılar ola bilər ki, onlar sizə çox rahatlıqla yalan ötürə bilərlər və sən bunu heç bir zaman tuta bilmərsən. Niyə? Yalan bizimlə bərabər doğulur. Sizin övladınız var. Var. Məsələn, övladınızın 3-4 aylığında o danışa bilmirdi sözsüz ki. O öz anasının fikrini cəlb etmək üçün nə edirdi? Ağlayaraq, Sizcə nəsə o gözləyirdi. ağlayırdı, yoxsa fikir cəlb etmək üçün ağlayırdı? Məncə, məndən soruşun, fikir cəlb etmək üçün. Məncə də hamı belə düşünür. Çünki bu nə deməkdir? Həyatda qalma instinktləri. Həyatda qalma instinkti səni bəlli bir mənada yalana sövq edir. Yəni biz demirik ya buradan efirdən ki, cəmaata yalan danışın, amma yalan bizimlə bərabər doğulduğuna görə və bəlli bir mənada həyatda qalma instinkti daşıdığına görə bunu mütləq olaraq insanın içindən ayırd edə bilmirsən. Bəli, güclü ekspert olarsan 70%-dən bəlkə də biraz daha çox faiz etibarilə bizə çıxardarsan ki, bu adam yalan danışdı. Amma ümumilikdə belə bir tezis, belə bir model yoxdur ki, Həsənov Həsən yalanı müəyyənləşdirə bilər. Dünyanın məşhur dediyim kimi də FBI strukturu və strukturunda mentorluq edən insanlar bunu deyir ki, bəli, yalanı müəyyənləşdirmək mümkün deyil. Bəlli bir faizə qədər mümkün. Yalanı keçirdə bilən insanlar varmı? Var. Peşəkar aferistlər, yalançılar var. Və biz bunu hətta kinolarda bəzi filmlərdə. Yəni bu filmlər elə belə filmlər deyil. Bu filmlər həyatdan götürülmüş modellərdir. Çünki insan mükəmməl dizayndır. İnsan o qədər mükəmməldir ki, yəni mən hər zaman deyirəm, insan bir Bugatti maşını kimidir də, yəni belə high segment bir maşındır və sadəcə orada o qədər aktivləşdirilməli knopkalar var ki, yəni görürsən ki, yəni bitmir də, yəni düymələr çoxdur və ona görə də mən bunu efirdən də demiş olum, siz bəlli bir mənaya qədər yalanı müəyyənləşdirərsiniz. Düzdür, məsələn, mənim mamamdan soruşsanız ki, yalanı müəyyənləşdirə bilərsən, deyər, hə, 2 dəqiqə, baxaram, deyərəm ki, filan kəs yalan danışır, amma nəticə itibarilə bunu bir ekspertə deyə bilmərsən. Epstein dediniz bayaq. Mən belə anladım ki, vaxtı ikən danışıqlarında, ifadələrində yalanları əslində ələ verib. İndi məsələn Department of Justice indi YouTube-da da var. Onun sorğu-sualı qoyur. Yəni qara köynəkdə 1 saat 50 dəqiqəlik videodur. Mən onu tamamilə analiz etmişəm və maraqlı tərəflərini çıxartmışam üzə. Yəqin ki, indi sadəcə vaxt elib onları bir yerə toparlayıb yoldaşlara ötürə bilmirəm ki, onu efirə versinlər. Axırıncı sorğu-suallarında, yəni 2019-cu ildə idi səhv etməmsə də, o sorğu-suallarda çox rahat özünü ələ verir. Yəni elementlər var orada. Bəli. Maraqlıdır, bəs həmin dövrdə niyə biz bayaq FBI vaxtı ikən oradan çalışan insanlarla bağlı danışdıq falan. Nəcəb, yəni belə detallar olubsa, mən onu anlaya bilmərəm də sizin kimi və ya digər mütəxəssislər kimi. Nəcəb vaxtında tədbir görülməyib? Vaxtında nə edirsiniz? Yəni onu tutulandan sonrakı bədən dilidir. Hə, yəni, anladım. Onu zaten bu adam bilirsiniz də, yəni dünyanın ən aparıcı insanlarının maliyyə devriyələrini idarə edən bir insan oldu. Yəni çox belə fantastik gücə sahib bir insan olub bu adam. Və əlbəttə ki, elə məhz FBI qaza gətirib ki, yəni də dərin qaza gətirib ki, onu artıq belə deyə tutmuşdular və tutulandan sonraki onun sorğu-sualının efirə verilməsi, bu bilirsiniz də, yəni bu qapalı olur adətən, bu efirə verilmir. Amma onun 1 saat 50 dəqiqəlik çıxışını, yəni sorğu-sualını efirə veriblər. Yəni bir qara köynəkdə, bir də axırda ağ köynəkdə çıxış edib bu mövzuda. Yəni bu mövzu mən düşünürəm ki, gələcəkdə, həm də mən indi də düşünürəm ki, bədən dili ekspertləri, güc strukturları üçün öyrənilmə bir alət olacaq bu. Çünki mən özüm də təlimlərimdə bunu demək olar ki, aktiv olaraq istifadə edirəm və bariz nümunə göstərirəm ki, bədən dili necə işləyir. Yəni insanlar buna belə bir wow effekt olur ki, gözləri ilə görür ki, yəni doğrudan da bir insan yox deyir, hə deyir, amma yox deyir. Bir insan həyəcan anında, bəlli bir suallarda həyəcan anında necə özünü ələ vermiş olur. Çox gözəl görsənir bu nümunə və insanlar orada anlayır ki, hə, bəli, yəni bədən dili bizi mövqələndirən ilk simptomdur. Birinci simptom olduğuna görə sən ona çox yaxşı mənada don geyindirməlisən ki, o səni sonra qabağa aparsın. Anar bəy, çox zövq aldıq sizin söhbətlərinizdən. Minnətdaram dəvətimizi qəbul etdiyinizə görə. Mən çalışdım ki, əhatə eləyək fərqli mövzuları, amma ola bilər də, çünki hamı harasa qonaq gedəndə fikirləşir ki, orada bunu mütləq deməliyəm, çünki bunu demək lazımdır, bunu müzakirə eləmək vacibdir.
Var elə bir şey ki, mən o barədə sual vermədim, o mövzuya toxunmadım. Əslində bir neçə sualınız oldu və dediyim kimi peşəkar suallar idi. Buna görə ayrıca təşəkkür edirəm. Çünki peşəkar sual olduqda insan zövq alır və cavab verəndə də ona belə deyə də dərin cavab verməyə çalışır. Bir şey deyə bilərəm, yəni bunu bir mesaj olaraq çatdıra bilərəm ki, insanlar öz bədənlərindən ayrı yaşamasınlar. Çünki 90% üzərində insanların bədən dili bir mesajı verir, özləri digər bir mesaj verir və hər zaman həmin anlarda başlayırlar ki, niyə mənə lazımi qiymət verilmədi, niyə mən yaxşı maaş almadım, niyə yaxşı pul qazanmadım. Buna görə insanlar öz bədən dillərini tanış olduqda birinci şok keçirdirlər adətən. Yəni ki, mən buymuşam. Çünki xanımlar düşünür ki, onlar həmişə Monica Bellucci'dilər, bəylər düşünür ki, onlar Brad Pitt'dilər, amma kənardan baxdıqda görürlər ki, yox da, yəni cılız, zəif bir bədən dili nümayiş etdirirlər. Amma bədən dili sizi mövqeləndirən ilk elementdir və siz ilk elementin qayğısına qalarsınızsa, son mənzilə qədər bədən sizə belə deyə də sizə hədiyyələr verməyə başlayacaq və siz orada artıq qazanmış halda olacaqsınız. Bir şey də müşahidə eləmişəm. Əslində bütün insanlar mükəmməl yaradılıb. Hamının özünə məxsus çəkiciliyi, yaraşığı, nə bilim, şarmı var. Amma o dünyada qəbul edilmiş bir standartlar var da, yaraşıqlı, gözəllik baxımından. Əslində çox yaraşıqlı, çox gözəl bəylər və xanımlar olanda belə onların hərəkətləri onları bəzən çox eybəcərləşdirir. Bunu düşünürəm, bunu fikirləşirəm. Çünki dəfələrlə müşahidə eləmişəm. Davranışların sənin həm də xarici görünüşü və birbaşa təsir göstərən amildir. Mən mütəxəssis deyiləm, amma müşahidələrim əsasında bu fikir formalaşıb. Anar bəy, çox sağ olun. Minnətdarıq sizə. Təşəkkürlər. Studiyamızın qonağı biznes strategiyası, liderliyi və qlobal bədən dili üzrə ekspert Anar Heydərovla danışdıq. Söhbətimizin video yazısına 1-2 saat sonra YouTube-da baxa bilərsiniz. Eyni zamanda Spotify-da, Deezer-da və digər podkast proqramlarında bildiyiniz hər yerdə bizi eşitmək mümkündür. Bu günlük bu qədər. Görüşərik.